Bilirsiniz, keçən dəfə danışdıqda bu barədə. Biri deyir ki, başlayaram pensiyaya çıxandan sonra və ya cavanam və ya Moskvaya gedib gəlim, bir-iki də işim var. Salam aleyküm şeyx. Aleyküm salam, rahmetullah barakatuh. Şeyx, bu dəfə də istər qardaşların sualları istəsə də kommentlərdə gələn suallardan bəziləri sizə vermək istəyirik. Mühüm mövzulardan biridir ki, düzü bu kommentarda qeyd olunmayıb, lakin efirlərdə belə məşhurlaşıb bir şəxs deyir ki, İslam dini türklərin başına gəlmiş ən böyük bəladır. Buna münasibətiniz edin. Elhamdülillahi vahdə və salatu və selamu alə məllə nəbiyyə bədə əmmə bəd. Selamu aleyküm, rahmetullah barakatuh. Aleyküm selam. Yəni, İslam dini əslində bəla yox, bəlaları həll eləməyə gəlib, bəlalardan çıxartmaq üçün gəlib. Bunu deyən adam ya savadsızdır, cahildir, ya Allah bilim, hansısa fikirlərin sahibidir. Əksinə biz türklərə baxanda, əksinə. Hələ Allah subhanət hala onları İslamla uzatdı. Məsələn, yaddan çıxartmaq lazımdır xilafəti Osmanlığın. Məyər Osmanlıdan qabaq türklər hələ bir dövlət qurmuşdular, demək olar ki, dünyanın yarısın. Bunlar hamısı səhv fikirli insanların fikirləri də irəli sürürlər və İslamdan xəbərləri olmayan. Əksinə, İslam insanları təmizliyə aparır, həm mənəvi, həm əxlaqi, həm Allahla düzgün münasibəti qurmağa səbəb olur, göstərir. Peyğəmbərlə düzgün münasibət olmağı göstərir, insanlarla, müsəlmanla, qeyri-müsəlmanla. Yəni, demək ki, İslam dini bəladır, yox, səhvdir. Sadəcə, bilirsiniz, ola bilsin, belə fikirlər yanılır bəzi cahillərdə, əsasızlarda. Məsələn, görürlər ki, məsələn, insanlar əqidədə, fikirlərdə bölünürlər və s. Atırlar İslamın üstünə. İslamın üstünə atmaq lazım deyil. O, insanlar özləri eləyib bunu. İslam əksinə bizi bölmür. İslam bizi dəvət edir birliyə. Bir olaq, düzgün yanaşaq, Allahla düzgün münasibət quraq, insanlarla, ümumiyyətlə hər şeylə. Lakin insanlar ki, o bölünüblər, kimi deyib mənə tabi olun, biri deyib mənə tabi olun, biri bağlanıb kiməsə və belə bölünüblər, fikir ayrılığı olub. İndi onlar bunu İslamla əlaqələndirirlər. Bu da səhvdir. Bu da səhvdir. Görsən ki, adam savadsızdır. Bəli. Həmçinin belə az yaşlılar peyda olub efirlərdə, daha doğrusu sosial şəbəkələrdə. Kim olduqları da, harada təhsil aldıqları da bilinmir. Heç bunu qeyd eləmirlər də. Onlar deyirlər ki, İbn Teymiyyə tənqid edirlər. Tənqid etmə səbəbləri də budur ki, o məntiqçiləri və məntiqi inkar edir. Bu səbəbdən İbn Teymiyyə tənqid edirlər. Bilirsiniz, indi saat, hətta az qalıb meymunun əlindədir, telefon olsun. Yəni, o dərəcədədir. Meymunlar da artıq telefonlarını oynayırlar. O ki, qaldı indi insanlar, uşaqlar xüsusən. İndi çıxır, hər kəs nəsə danışır. Birinci, İbn Teymiyyə tənqid eləmək üçün sən güclü adam olmalısın, elmi cəhətdən savadlı insan və əsaslarla, dəlillərlə danışmalısan. Bəli, İbn Teymiyyə məntiqçilərə, İbn Teymiyyə demək olar ki, müstəqil şəkildə özü üçün kitab yazmayıb. Kitabları hamısı rəddir. İslamda olan firqələrə, daxilində, xaricində olan dinlərə və firqələrə cavabdır. Həmçinin məntiqçilərə də. Sadəcə İbn Teymiyyə rahiməhullah məntiqçilərə məntiqlə cavab verib. Çünki onlar başqa şey qəbul etmirdilər. Kim danışırdı, onların elmi ilə onları sustururdu. Ola bilsin, indi uşaqdır, başa düşməyib məsələni. Onunla bağlıdır. Məsələn, tutaq ki, biri İngiliscə sənə nəsə deyib. Sonra öz dilində, sonra başa düşməyəcək axı. Ona İngiliscə cavab verəcəksən. Əgər bilirsənsə, təbii. Və salam, İbn Teymiyyə də, bəli, fəlsəfəçilər fəlsəfəni rədd edib. Başa salıb ki, siz ki, o elmə istinad edirsiniz, o elm əksinə sizin əleyvizədir. Məntiqçilərə də o cür. Başqalarına da o cür. Ola bilsin, indi düşübdən yenə telefon kimisə əlinə, kimisə nəsə gəldi, danışır, bəli. Aydın. Həmçinin belə bir sual gəlir kommentlərin birində ki, qeyd edir ki, əvvəla salam, Bakı, Sumqayıt, indi də Cəlilabadda hicablı qızları məktəbə buraxmırlar. Bu barədə söhbətlər etməyə nə vaxt başlayacaqsınız, nə vaxt məsələni aktuallaşdıracaqsınız?
Bilirsiniz, keçən dəfə danışdıqda bu barədə. Bilirsiniz, bu hicab məsələsi düzü biz razı deyilik təbii ki, hicaba qarşı ki fikirlər var. Biz əleyhinə gəlik fikirlərin. Biz Allah və Rəsulü hicab deyib. Əhzab surəsi 59-cu ayədə Allah Taala buyurur ki, mömin qadınlar hamı hicab taxmalıdır. Və hicab İslamla bağlı deyil ki, bir dənə. Xristianlıqla da bağlıdır, Cudlarla da bağlıdır. Yəni İslam hicab İslama xas deyil. Sadəcə bəziləri bundan istifadə eləmək istəyir siyasi məqsədlərə və ya hansısa ölkəyə qulluq edirlər, o bilsin, Azərbaycana qarşı və s. istifadə edirlər. Və həmişə demişik, bu məsələdən istifadə edirlər çoxsu. Və burada heç bir məsələ yoxdur, inşallah həll olunar. Amma qaldı ki, məktəblərə, düzdür, bəzi məktəblərdə heç nə yoxdur, amma bəzi məktəblərdə görürsən belə problem var. Əgər qoymurlarsa o məktəbə getməsin, başqa məktəbə getsin. Hansı ki, o yazdır başqa məktəbə, qoy oraya getsin. Biraz ola bilsin, aralı olsun. Bunu həll edeyim belə. Bunu şişirtməyə zat səbr lazımdır. Allaha dua eləməklə, kim nə bacarır, nəsiyyətlə və s. O cür inşallah həll olunar. Həll olunar. Bəli. Sual budur ki, ilk insanların çoxalması bacının qardaş ilə evlənməyi ilə artıb. Bəs bu günahdırsa, niyə belə olub? Allah Teala Adəm əleyhissalam kimi bir neçə insan yaradardı və bacı qardaş ilə evlənməzdilər. Bilirsiniz, belə olsaydı belə olardı, nöş belə oldu. Belə yanaşmaq düzgün deyil. Onda bir hikmət var təbii ki, ən birinci insanlardır. Allah Teala Adəmi yaratdı. Sonra Adəmdən Həvvanı yaratdı. Bəli, Adəmlə Həvvanın uşaqları çox olub. Qızları, oğlanları çox olub. Bəli, evləniblər, lakin müəyyən bir həddə çatandan sonra qadağan oldu bacı ilə qardaş evlənməyi. Bizim dində qadağandır bu. Bizim dildə qadağandır. Ona görə o əvvəlki insanların yaradılışı vaxtla indiki vaxta müqayisə eləyib qəbul eləməmək böyük səhvdir. Böyük səhvdir. Bəli, buyurun. Allah Taala'nın bir insana hidayət verməsi insanın hansı əməlinə görədir? Həmçinin sual verir ki, yəni namaz qılmayanlardan fərqimiz nə olub ki, və yaxud da fərqiniz nədir ki, Allah sizi seçib? Elhamdülillah, Allah istədiyinə hidayət verir. Fərq onu demək çətindir. Sadəcə insan özü istəməlidir. Özü istəyəndə Allah qapını açır. Təbii ki, o namaz qılmayan o istəmir, qılmır. O istəsəydi, qılardı. İstəməyəndə cürbəcürdür. Biri deyir ki, başlayanam pensiyaya çıxandan sonra və ya cavanam və ya Moskvaya gedib gəlim, bir-iki də işim var. Və ya deyəcək, mən namaz qılanım, təkəbbürlüyündən. Yəni, namaz qılmayanlar cürbəcürdür. Bəzilə hətta namazı qəbul eləmir, fərzliyin. Deyir ki, qəlbin təmizsə qutardı. Bunlar hamısı səhv fikirlərdir. Böyük günah sahiblərdir. Namaz qılmamaq ən böyük günahlardan biridir. Şirkdən sonra. Ən böyük günahlardan biridir. Bəzi hətta elələri var ki, deyir ki, mən günah eləmirəm ki. Ona görə mənə namaz vacib deyil. Hələ bir başa düşmür ki, namaz qılmamaq özü ən böyük günahdır. Sadəcə insan özü də istəməlidir. Allah Teala buyurur ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ Allah. Siz istəməzsə, Allah istəməyincə. Yəni, Allahla istəyimiz bağlıdır. Biz gərək istəyək ki, Allah da bizə yol açsın. Qılmayan özü istəmir ona görə. İstəmir. Ya saxlayıb pensiyaya, ya Allah bilir hara. Ona görə. Və kim ki namaz qılır, elhamdülillah böyük nemətdədir. Deməli, Allah Teala onu istəyib, verib onu. Bəli. Bidətçi öləndə sevinmək olarmı? Baxır necə də bidətçi. Əgər zərərli idisə, İslam dininə, sünnəyə və s. eyb etməz. Bəli. Həmçinin sual olunur ki, əvvəllər sələfi olan, sonradan digər mənhəcə keçən elm tələbələrinin əvvəlki, yəni salamat olduqları vaxtdakı dərslərini qulaq asmaq olar. Elhamdülillah, yəni o vaxt ki, sələfi idilər, sonra azdılar. Lakin sələfi olan vaxtları, o dərslərə qulaq asmaq yox, olmaz yox. Artıq tərk eləmək lazımdır onu. Yarımçıq, onda elə çıxır ki, yarımçıq tərk eləyirsən onu. Bütünlüklə tərk eləmək lazımdır hələ adamları. Bəli. Həmçinin Türkiyədə biri var, efirlərdə o da dəvət aparır. O deyir ki, yer üzündə şəriət ölkəsi yoxdur.
və yer üzündə şərait ölkəsi olmadığına görə cürmələr də yoxdur. Tərk eləmək lazımdır cürmələri. Necə ki Allah Rəsulu Məkkədə qılmamışdı. Elhamdülillah, bilirsiniz, insan özündən danışılmalıdır. Yəni, gerək dəlillərə əsaslanmalıdır. Əgər o Məkkədə qılmamağın dəlil gətirirsə Peyğəmbər sallallahu əleyhi və səlləm, Məkkədə imkan yox idi. İmkan yox idi. Hətta cəmaat namazı biraz çətin idi qılmaq. Onda cəmaat namazı qılır heç olmasa. Məkkədə meçid də yox idi. Meçidə gedir. Düzgün deyil, səhvdir elə yanaşma. Səhvdir. Məkkədə imkan yox idi ona görə. Mədinədə imkan var idi. Lakin o təkfirçinin fikrinə görə Mədinədə qalanda məyər Mədinə İslam dövləti idi hələ? Yox, İslam dövləti deyildi. Əksinə, o bidətçilər ümumiyyətlə həmişə gətirdikləri dəlillər onların əleyhinədir əslində. Leyhinə yox. Əksinə, onlara dəlil gətirmək lazımdır ki, bax, Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədə idilər. Hələ İslam dövləti qurulmamışdı Mədinədə. Sadəcə hicrət eləmişdilər sahabələr. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, siz qılın. Ora hələ, xüsusən də təkfirçilərin fikrinə görə şeytanların ki, ora İslam dövləti deyil dənəm. İslam dövləti nə vaxt quruldu? Nə vaxt ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gəldi, ora elan olundu. Ondan sonra, əksinə o dəlil ona qarşıdır. Onun əleyhinədir. Həmçinin. Ona görə səhv fikirdir o, səhv fikir. Hələ adamları qulaq asmayın. Allah razı olsun. Suallar bu qədər idi. Allah sizə bərəkət versin.